1500 qazanırsansa xalis qazanc deyil bu. Oradan vergini, rasxodu və masxodu çıxandan sonra yerdə sənə qalır tərtəmiz pul. Saat vaxt edirlər cəmisi. Ayda, neyinirsən? Sonraki nüans odur ki, əsas nüans. Yanımızdan belə gözəl matikə keçəndə bir dənə fasilə verib onu izləyirsiniz. Dostlar, hər vaxtınız xeyir. Bir dənə bu soğuqdan canımı qutara bilsəm, bu günlər çox maraqlı bir mövzu haqqında danışmaq istəyirəm. Kuryerlikdə aya 1500, 1750 və 2000 manat qazanmaq olarmı, olmazmı bunun haqqında ətraflı çəkiliş edəcəm bugün. Daha doğrusu ətraflı məlumat verəcəm. Videonu axıra kimi izləməyi unutmayın ki, elə məlumatlar var ki, o mənim videonun ortasında yadıma düşür. Orada xatırlatma edirəm, yəni ki, hər bir incəliyini qaçırmayasınız. Ümumiyyətlə, sən aylıq 1500, bu şundan, yəni aylıq 1000 manatdan yuxarı qazanmaq üçün nə etməlisən? Yəni burada qazancın artmalıdır avtomatik, yəni qazancını artırmalısan və qazancını artırmaq üçün nə etməlisən? Çalışacağım ki, onları etaplı şəkildə sizə məlumat verim. Deməli, boğuldum zibiriniydi. Mən buna yol verdim, boğuldum zibiriniydi. Bir dəqiqə, Prius, bir dənə səbirli ol qardaşım. Mən bir dənə bu zibiriniylə çıxım. Bir dənə reski qaz, bir dənə reski 4-dən 3, sonra da 3-dən 4, neysə. Qardaşım, deməli, kuryer işində işləyənlərə aiddir bu sözüm, bu məsləhətim. Sadəcə olaraq mən öz təcrübələrimə əsaslanıb məlumatlar verəcəm sizə də, yəni öz şəxsi təcrübələrimə işlədiyim vaxtlar ərzində, bu müddət ərzində nələr baş verib, şirkətin qiymət siyasəti nədir, çalışacağım ki, öz bildiyim qədər bu haqda sizə məlumat verim. Qazancı artırmağın yolları əslində tam olaraq bizim əlimizdə deyil, amma müəyyən şeyləri bizim əlimizdədir. Onlar da nələrdir, indi sizə izah edirəm. Əslində mən özüm məsləhət bilmirəm, rəva bilmirəm yağışlı havada işləməyi. Amma bir məsələ var ki, əgər qazancın artmağını istəyirsənsə, bir sənəcə istər-istəməz yağışlı havada işləmək zəruridir də, yəni işləmək lazımdır, tələbat olur işləməyə ki. Belə deyim sizə, yağışlı havada 10 kilometrə misal üçün 3 manata gedirdinsə, daha doğrusu sadə havada yəni 3 manata gedirdinsə, yağışlı havada təxmini böləyir 4 manat, 20 qəpik, 4 manat 50 qəpik. Baxır indi, yenə deyirəm, şirkətin avtobusu soxur özünü maşının altına yola. Baxır şirkətin qiymət siyasətinə, baxır sifarişlərə olan tələbata və hava şəraitinə və kuryerlərin işə çıxıb çıxmamağına, yəni kuryer sayına baxır. Şirkət bunların hamısını analiz edir, ona uyğun qiymət tənzimləyir. Əgər yağış yağdığı halda kuryerlər çoxluq təşkil edirsə, misal üçün 3 manatlıq yolu biz 5 manata getməlidirsə, artıq gedəcək 4 manata. Başa düşdünüz necə? 4 manata, 3 əşyada 4 manat 20 qəpik, yəni aşağı qiymətlə gedəcək. Niyə görə ki, kuryer çoxdur. Deyir, kəmiyyət çoxaldıqca keyfiyyət aşağı düşür. Bu, onun bariz nümunəsidir. Söhbət ondan gedir ki, biz onsuz da bunu sadə havalarda belə bəzi oğraş sürücülərə görə risk altında sürüdü. Evə sağ-salamat gəlib çıxanda sevinirik ki, şükür Allaha biz evə sağ-salamat gəldik çıxdıq. Yağışlı havada risk 1-ə 5 artır. Verim sizə, gördünüz ki, daha şeydir də, günün altıdır, kölgəli yer yoxdur saxlamağa. Ən azından belə bir parça gəzdirin. Bu oturduğunuz yerə bu çift görsənir. Bu da ondan çəkir ki, fərqi yoxdur. Oturduğunuz yerə qoyun ki, oturanda popovuz bişməsin. Bir də ən vacib diqqət olunmalısı şeylərdən biri odur ki, çaspik vaxtı çalışın ki, restoranları eləyəsiniz də, tələsdirəsiniz. Niyə görə? Deyəcəm sizə. Baxın, bir dənə popuşum sinməyəcək ki, soğuk oluyor, tərlanırsan, bu ağıldan gəlib başqa bir işdə işləyirsən. Neyse, sözüm onda yox. Çaspik vaxtı restoranlara tələsdirməlisən ki, çaspik vaxtı, yəni işin pik saatlarında sifariş yüksək olur, sifarişsə yüksək olur və sifarişin qiyməti də nisbətən yüksək olur.
Neysə, biz VIP mərkəz, 2-ci mərtəbə 22-ci otaq. Neysə, bu belə. Açaq naviqatoru. Hə, təsbiq vaxtı sifariş yüksək olduğuna görə və qiyməti də nisbətən yüksək olduğuna görə sizin gəlib hansısa restoranda vaxt itirməyinizə dəymir də. Yəni restoranda 15 dəqiqə gözləyirsə 15 dəqiqəyə 75 qəpik, 80 qəpik əlavə pul yazır. Halbuki restoranda gözləməyib. Nə pis oldu. Qorxdum ala. Belə bir maşının üstünə çıxdım. Halbuki restoranda gözləməyib. Tez bazar o sifarişi götürüb, aparıb təhvil versəz, yəqin ki, ikinci sifariş daha yüksək ola bilər də, bəxtə məbləğdə sifariş gələcək. Amma restoranda gözləsəz, təsbiqin də vaxtı var da, 2 saat vaxt verirlər cəmisi. Ayda, nə edirsən? Elə də rahat keçir, o böyle keçid var, qorxdum Qur'ana and olsun. Qəribə adamlar var ya, and ol Allah'a. 2026-cı il cəmaat haradan gəldi, yol keçir. Deməli, təsbiq vaxtı, uzun sözün qısası da qaroti. Çalışın ki, restoranları tələstirin. Çünki restoranlar bu vaxt ərzində sifariş sayı necə ki bizdə çoxdur, eləcə də restoranın özündə çox olur deyənə, onlar öz müştərilərinə güc verirlər, öz müştərilərinə başlayırlar yola salmağa. Başa düşdünüz necə? Boltu zadı atırlar ikinci plana. Boltu fərqi yoxdur, hansı çatdırılmayın eşitirsinizsə. Bu ikinci məsləhətin daha doğrusu. Birinci yağışlı hava idi, ikinci bu idi, artırmaq üçün. Üçüncü belə bir məsləhət verə bilərəm ki, proqramın da var da, algoritması var. Həmin algoritma necə işləyir? Baxır ki, sən daha çox hansı istiqamətlərdə sifariş qəbul edirsən və hansı istiqamətlərdə sifariş atqaz edirsən, o işə başlayır. Həmin istiqamətlərdə, tərpən ha, başlığa dönüm, svetofor da qırmızı oldu. O işə başlayır həmin istiqamətlərdə sənə sifariş verməyə və imtina elədiyin istiqamətlərdə bacardığı qədər sənə sifariş vermir. Retk olar ki, prinsipə düşər proqramın və yaxud da ki, həmin ərazilərdə kuryer olmaz, onda yenidən sənə verə bilər. Və niyə demək istəyirəm? Çalışın ki, orada var, müştəri dəyərləndirməsi var, yəni müştərilərlə xoş ünsiyyət qurun. Müştəri olur da, belə baxırsan ki, pasitiv insandır, belə necə demək, ona layiq olmayan bir adamdır. Amma ki, məcbursan ki, işin xatirinə, reytingin xatirinə, çörəyin xatirinə, ayıya deyir, dayı deyəsən, çörəyin xatirinə, belə bir misal var, elə düzdür, yerində çəkilən bir misaldır. Ki, yəni o gedib səndən şikayət eləməsin ki, sənin də reytingin aşağı düşməsin, bu da sənin qazancıva mənfi təsir eləməsin, bratva. Sonraki nüans odur ki, əsas nüans, yanımızdan belə gözəl maçka keçəndə bir dənə fasilə verib onu izləyirsiniz və o uzaqlaşdıqdan, müəyyən məsafə uzaqlaşdıqdan sonra çəkilişə davam edirsiniz. Qaldığımız yerdən davam edirik. Sən müştəri reytinqini də yüksək saxladığın, öz kuryer reytinqini, müştəri reytinqini o ilə üstün saxlaya bilərsən ki, müştərilərlə xoş davranasan, vaxtını yemək çatdırasan, bacarasan ki, yemək soyumasın. Çünki yemək soyanda o sənin günahın olmur çox vaxt. Restoranda kuryer tapılmır deyənə, kuryer gec gəlir, başlayır yemək soymağa. Müştəri də elə bir ki, sən gec gətirmirsən və yaxud sumqanın ağzını açıq saxlamısan və yaxud belə bir əlindən götürüb açıq havada çatdırmış olan. Bazarda qədər sifariş isti çatdırmaq lazımdır və kuryer reytinqi də ondan ibarətdir ki, gələn sifarişləri, o vizora bağlanıb kürəyə vurmasın. Gələn sifarişləri hamısını gəlib bir qəbul edirsən də baxmıyorsan da 1 manat 10 qəpikdir, 50 qəpikdir, 60 qəpikdir, 70 qəpikdir. Yox bir. Burada elə bir yerdə saxlayacağım bunu ki, Allaha da xoş getsin. Ay patrola da xoş getsin ki, gəlib cərimə yazmasın da qardaş. Orada znak yoxdur, çox güman ki. Bunda orta ışığı, onsa burada daşlar tökülüb də burada heç kim gəlib park zad eləməyəcək. Heç kimə məşğəlliyim yoxdur. Kanalı yaxşı ki eləmirsə, abunə olmursa, dostluğunuza batan yoxdur, zəifdir, baxışlar zəifdir, faktım olun. Babuşum, bu saydığım şeylərdən məlumatınız oldu da, yağışlı havası olsun, təsbiqlə tələsdirmək olsun, ümumiyyətlə də, yəni, təsbiq vaxtı bacardığı qədər tez bazar getmək olsun, yəni, bilsən necədir bu iş? Bu işin prinsipi odur ki, sifarişi tez çatdır və daha çox qazanc əldə elə və daha çox sifariş çatdıraraq daha çox qazanc əldə elə. Bu işin prinsipi budur. Bunu da eləmək üçün açıq deyəcəmsə, gərək sürüş qabiliyyətinin
yaxşı olsun, çevik olasan. Refleksdən it olsun, sürüş qabiliyyətin yaxşı olsun. Sən sürətlə sürəndə də balaca ilə çıxmağı bacarasan. Aslı sürəndə də. Yəni hər cür şəraitdə gərək vaxtında çatdırasan sifariş ki, həm müştəri məmnuniyyəti olsun. Ola bunun gör nə gözəl farıdır. Bu şeylər həqiqətən dilə gələn maşındır, çanqanları. Neysə, fikrimizi yayındırmayalım mövzudan. Bildizə yəni nə demək istəyirəm əlavə qazanc üçün. Neysə dostlar, bunları bildik, bunları qoyduq bir qırağa. İndi sizə demişdim, videonun ortalarında da, yəni video tam dəqiq axıra kimi baxın ki, sizə videonun ortalarında da yadıma düşən məlumatdan da verəcəm. İndi də bir şey yadıma düşdü sizə. Yəni, mən dedim ki, 1500, 1750 və yaxud 2000 arası qazanmaq. Yəni, mən xalis gəlirdən söhbət eləmədim. Sadəcə qazanmaq, yəni qazanc. Amma gəlin rasxodları hesablayaq. Bildiyimiz kimi filtrlə işləyən kuryerlər əksəriyyəti 20-25% ilə işləyir. Eybi yoxdur, biz 20% ilə götürək. Tutalım ki, siz bu günə demək ki, aylıq hesabat götürmüşük də biz. Ay ərzində deyək ki, işləmirsən 1500 manat. İndi biz bu qazancdan 20% vergini çıxandan sonra yerdə qalır 1200 manat. 1500-dən vergi çıxandan sonra sənin əlində qalır xalis 1200 manat. Sonra normal götürürəm. İndi adam var ki 95 akta ondan sonra benzini. Gündə bir 10 manat benzin vurur. Mən eybi yox, onu hesablayıram 5 manatla. Günü 5 manatla benzinə çıxanda bu da elədir 150 manat. 1200-dən də çıxdın 150 manat, qaldı 1050 manat. 1050 manatdan da yox, sən heç olmasa, yəni gəlin ki, razılaşaq da, əgər sən günü 50 manat, 60 manat işləyəcəksənsə, mütləqdir ki, ən azı bir 11-12 saat motosiklet sürürsən. 11-12 saatın içində də, yəni, yox şeydən bir 7 manat mı, 8 manat mı, qoy deyək 250 manat. Günü 7-8 manatdan və aya deyək ki, 250 manata sən yeməyi və suyu var. İndi də sigareti vurmamaq qısaba. Sigaret verir ki, alırsan, adam var günü bir paçka çəkir, adam var ki, bir paçkanı 3-4 günə çəkir tutarı, onu qatmamaq qısaba. Söhbət yeməkdən, içməkdən gedir, yəni tələbatdan gedir. Sənin 250 manatında getdi şeyə, düzdür qardaşım, gözəl Allah, çok idealı bu. 250 manatda buna çıxdıq, əzizim, ürəyim, 800 manat. 800 manat. İndi gəldik əsas məsələlərdən birinə. Yəni bu bir çox sərə fikirləşir ki, deyir ki, qardaş, nə deyir? 92 benzin vurursan 1 manat 15 qəpik, birincisi 1 manat 15 qəpik də az pul deyil. Bunu 10 litrə vuranda eləyir 11 manat 50 qəpik. Yəni ki, belə deyim sizə, bu tək benzinlə işləmir də. Biz deyik ki, hə, deyib yox, 15 qəpik qalxıb benzin, problem yoxdur. Bunun yağ xərci də var, bunun paduşka xərci də var, bunun mayətnik xarab olanda mayətnik xərci də var. Canım sətsin və s. və ilaxı. Bayını yarıma düşə deyirəm. Məsələn, benzin heç gündəlik bir xərcidir. Gündə 5 manat. Mən düzdür, bir gündən bir vuram, tonu bak vuram, bir gündən bir istifadım. Eyni şey gəlibsə. Yəni, dəqiqə başlayıb zapravkaya girmirəm. 1500 manatdan 700 manat getdi mi rasxoda? Deyir, hə, ay sağ ol, getdi. Geridə qaldı 800 manat. 800 manatın da, 800 manatın, mən misal üçün dedimdə 26 manatlıq yağ tökürəm, onu da təxminən sürürəm 3000 kilometrdir. 3000 kilometrdə günü 100 kilometr sürsəm, günü 100 sürürəm, 150 sürürəm, götürək ki 150 kilometrdən. 150 kilometrdən də sürsək 10 günə bu eləyir 1500, 20 günə. Bu şuna deyək ki, ayda 2 dəfə. Hardasa bir 40 manat hesablayaq yağa, eybi yox, çox hesablamayaq. 40 manat da yağa getdi. Qaldı 760 manat. Sonra sən tormuzunu dəyişdirməlisən. Arxa tormuz səhv verməmsə 12 manat. Islaq xərci ilə bir yerdə eləyir. Neysə, qaldı qardaşım 750 manat. Uje sənin qazancın 50-nin 50-yə getdi rasxoda. 1500 qazanmısansa, yəni fikirləşərsiniz ki, Tərlan özündən deyir, nə bilim, kimlərsə işdən soyutmaq istəyir. İnanın ki, kiminsə gəlir bu işdə işləməyinin və yaxud gedib başqa bir işdə işləməyinin mənə heç birinə xeyri yoxdur, nə də ziyanı yoxdur. Mən sadəcə reallıqdan danışıram və kimlərə maraqlıdırsa kuryerin qazancı, mən onun haqqında məlumat verirəm də dostum. 1500 qazanırsansa, xalis qazanc deyil bu.
Sadəcə olaraq qazancın 1500-dür. Oradan vergini, mergini, rasxodu, masxodu çıxandan sonra yerdə sənə qalır tərtəmiz pul. Deyək ki 750 manat. O reallıq budur. Acı reallıq budur ya. Dostlar, öpürəm sizi, bağrıma basıram. Hər birinizə xoş günlər arzu edirəm. Hər birinizə bol-bol içimən qarşı qazanclar arzu edirəm. Və qəzadan, bəladan uzaq olaq. İnşallah ki, hər birimizin ürəyimizdə olan işi tapıb işləyək. Özünüzdən müqayiət olun dostlar, aktivlik qaldırın, ana olar, aktivlik qaldırın. Bu qədər boğazımı cırıram, bu qədər əziyyət çəkirəm, bu qədər montaj edirəm. Hələ görürəm ki, aktivlik zəifdir. Hələlik öpürəm, özünüzdən müqayiət olun. Kimin də nəsə olursa, kommentariyalar 7-24 açıqdır.